Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Biz bugün 7-ci sinif mövzusu olan xətti funksiya mövzusuna baxacağıq uşaqlar. Mövzuya keçməzdən əvvəl belə bir məlumatı xatırlatmaq istəyirdim ki, bu kanalda siniflər üzrə həm mövzuların izahları, həm də orta məktəb dərsindəki sualların izahları paylaşılır. Əgər sizlər də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın uşaqlar. İndi keçək mövzunun izahına. Uşaqlar, biz indiyə kimi məsələn bəzi funksiyaları tanıyırdıq. Məsələn, hansı funksiyaları tanıyırdıq? Məsələn, düz mütənasib funksiya var, y bərabərdir. Kx var idi. Sonra tərs mütənasib var, y bərabərdir. K bölünsün x var idi. Uşaqlar, baxın, bugün isə biz xətti funksiya y bərabərdir. Ax üstə gəlsin b funksiyasına baxacağıq uşaqlar. Xətti funksiyada bizim baxın adından bəlli olduğu kimi bizim funksiyanın qrafiki düz xət olacaq uşaqlar. Düz xət olacaq. Aha, uşaqlar, burada təbii x, y bizim koordinatlarımızdır. A burada, baxın, A olacaq bucaq əmsalı. Və buradan B olacaq uşaqlar, sərbəst əmsal. Uşaqlar, baxın, burada A x-i kəsən nöqtədir. A x oxunu kəsən. B isə uşaqlar y oxunu kəsəndir. Bunu yaddan çıxartmırıq uşaqlar. Yəni bu şəkildə baxmamız lazım. İndi uşaqlar, baxın, burada baxın, bizə bir dənə funksiya verir. Deyək ki, y bərabərdir 3x çıxılsın 1. Baxın, y bərabərdir 3 vurulsun x çıxılsın 1. Burada a bərabərdir 3-dür. B isə nədir uşaqlar? Mənfi 1-dir. Bunlar bizim bucaq əmsal, bu da sərbəst əmsaldır. Uşaqlar, burada baxırsınız ki, bizə qiymətlər, baxın uşaqlar, cədvəldən istifadə edirlər. X-a 0 verəndə, baxın, x-in yerinə bura 0 yazsam nə olur? 3-ü 0-a vursam 0, 0-ın üstünə 0-dan 1 çıxsam mənfi 1. 1 yazsam nə olar? 3-ü 1-ə vuranda 3, 1 çıxsam 2 alınıbdır. 2 yazanda, 3-ü 2-yə vuranda 6, 6-dan da 1 çıxanda 5, 3 yazsam 3-ü 3-ə vuranda 9, 9-dan da 1 çıxanda 8. Gördünüz uşaqlar, baxın, bu şəkildə qiymətləri verir. Sonra biz burada ədəd oxununda qeyd eləmək. Baxın, x-in 0 qiymətində mənfi 1 olub görürsünüz. X-a 1 verəndə 2, 2 verəndə 5, 3 vurəndə də 8. Nöqtələri qeyd edir və bu nöqtələri birləşdirir. Şöyle baxın, bu nöqtələri birləşdirdiyimiz zaman düz xət alınmalıdır. Bax, buraya yazıram. Düz xət. Görürsünüz, düz xət alınıb bu. Bəli. Bu bizim funksiyanın qrafikinin qurulmasıdır uşaqlar. Aha. İndi uşaqlar, bizə verilən məsələn istənilən bir baxın uşaqlar, düstur şəklində verilən xətti funksiyanın qrafikini biz daha qısa şəkildə necə qura bilərik? Məsələn, bu qədər ədəd verməsək də qura bilərikmi uşaqlar? Bəli, əslində qura bilərik. Necə uşaqlar? Baxın, burada bir qayda var. Məsələn, bizə deyirlər ki, baxın, ax üstə gəlsin b funksiyası verir. Biz burada 2 dənə şərtə baxacağıq. 1, x-i 0 eləyəcək uşaqlar. X-i yenə 0 yazacaq. Nə olur x-i yenə 0 yazanda? Baxın, yazıram burada. Y bərabərdir a vurulsun 0 üstə gəlsin b-yə. Nə oldu? Y bərabərdir b oldu. Hə, deməli, x-in 0 nöqtəsində y sərbəst əmsala bərabər. Yəni, baxın, 0 b nöqtəsi. Bəs yaxşı, bizdə uşaqlar y-a 0 verməliyik. Baxın, yazıram, 0 bərabərdir a vur x üstə gəlsin b-yə. Bu tənliyi nə tələyirəm? B-ni keçirirəm bu tərəfə. Ax bərabərdir mənfi b-yə. X bərabərdir mənfi b bölünsün a şəklini alacaq. Yəni, bu şəkildə olacaq. İndi uşaqlar, bu da x-i kəsən nöqtə. İndi gəlin, məsələn deyirəm. İndi bax, burada x-i bax 0 b nöqtəsi deyək ki, buradır. Baxın, indi bax, belə bir şey olub da. B bölü a 0 nöqtə, çünki y-imiz 0-dır axı. Deyək ki, o nöqtədə burada uşaqlar. Mən bu iki nöqtəni birləşdirsəm, mənim qrafikim alınır belə, bu şəkildə. Bu oldu bizdə xətti funksiyanın daha qısa şəkildə, yəni qurulmasıdır. Baxın, burada qeyd olunub uşaqlar mənim yazdıqlarım. Və arıcılıqla görürsünüz, birinci x-i, məsələn, y-i 0-a bərabər ediblər. Yəni, bu şəkildə mən etdiyim kimi ediblər uşaqlar. İndi
Yəni məsələn indi biz əmələm bir də indi düstur kimi yazıb eləyək. Gəlin eləyək. Məsələn mən deyirəm ki, y bərabərdir mənfi 4x, məsələn 4x üstə gəlsin 12 yazmışam. Biz birinci nə edirik? X-i 0-a bərabər. Nə yazırıq? Y bərabərdir mənfi 4 vurulsun 0 üstə gəlsin 12. Nə oldu bunun cavabı? Y bərabər 12. Hə, deməli 0 12 nöqtəsidir uşaqlar. Bəs yaxşı, y-i 0-a bərabər eləsək, 0-a bərabər eləsək, onda baxın, mənfi 4 vurulsun, x üstə gəlsin, 12 bərabər 0 olacaq. 0-ı bu tərəfdə yazın, fərqi yoxdur, bərabərliyin yerini dəyişsə fərq eləməz. Mənfi 4 vurulsun, x bərabərdir 0 çıxılsın 12-yə. Mənfi 4 vurulsun, x bərabərdir mənfi 12-yə. X də bərabərdir, neçə oldu uşaqlar? 3 oldu. Hə, deməli, 3 0 nöqtəsi. İndi baxın uşaqlar, qrafiki qururam. Birincisi belə bir şeydir də. 0-12 nöqtəsi haradır? X-i 0, y-i 12. Təxminən buralar. İndi dəqiq götürmürəm uşaqlar. 12 kimi çəkmirəm. İndi ikinci nöqtəyə baxın. 0-3 nöqtəsi. Hanı 3 nöqtəsi? Bu bura. 1, 2, 3 nöqtəsi də buradır. Hə, bu iki nöqtədən keçən düz xət olmalıdır. Baxın uşaqlar. Baxın belə düz xətin. Düzdür, məndə biraz əyri olmuş uşaqlar. Gəlin düzəldəyim. Baxın belə. Belə bir düz xət olacaq. Digər nöqtələri indi bizi əsas odur qrafikin vəziyyəti hardadır da ona baxmamız lazım. Məsələn, neçənci rublərdən keçir? 1, 2, məsələn 4-dən keçir. Bəzən sual düşürdür ki, qrafik hansı rublərdən keçir? Sən bunun grafikini qurman lazım. Bir var ki, 5 dənə 10 dənə ədəd verib qurarsan. Bir də var ki, 2 dənə nöqtə verirsən. Bir x-a 0, bir də y-a 0 verirsən. Bitir gedir. Uşaqlar, indi gəldik. Bizə verilən bu düsturda y bərabər a vurulsun, x üstə gəlsin b düsturunda burada a və b-ni biz necə görə bilərik? Uşaqlar, b həmişə y-i kəsən nöqtə olacaq. Niyə? Çünki sən x-a 0 verəndə və əgər x-a 0 verirəmsə y oxunu kəsir və yaxud da ki, y oxu üzərindədir uşaqlar. Yox, əgər y-a 0 verirəmsə x oxu üzərindədir. Onda sən əgər x-a 0 verirsənsə sənin qrafikin y bərabərdir b alınır. Hə, deməli, sərbəst dəyişən y-ın qiymətini göstərir. Yəni, y-ı harada kəsirsə ona göstərəcək. Bunu yaddan çıxartmayalım uşaqlar. Aha, sonra bir də uşaqlar, əgər y bərabərdir b kimi baxdığımız istənilən bir funksiya, buna biz sabit funksiya deyək. Uşaqlar, sabit. Dəyişir. Məsələn, baxın, məsələn, mən deyim y bərabər 3. Necə yazmalıyıq? Y-ı 3-dən keçən, məsələn 1, 2, 3-dən keçən düpbədüz bir xət olacaq. Məsələn, y bərabərdir mənfi 2 deyirəmsə, buradan da mənfi 2-dən keçən belə bir xət olacaq uşaqlar. Yəni, bu şəkildə olmalıdır. İndi uşaqlar, və bir də biz nə deyəcəyik? Bir də bu funksiyanın bu rublərə görə dəyişməsi var. Necədir bu dəyişmə? Belə bir qaydamız var ki, uşaqlar, bizim y bərabərdir a vurulsun x üstə gəlsin b funksiyasında. Burada, bax nə demişdi? A bucaq əmsalı uşaqlar. Bucaq əmsalı. Uşaqlar deyirlər ki, bax deyir ki, qayda belədir ki, əgər a böyükdür 0 olarsa, a 0-dan böyükdürsə uşaqlar, onda bizim qrafikimiz, baxın, qrafikimiz necə anlasın? X oxunun müsbət istiqaməti ilə iti bucaq əmələ gətirməlidir. Necə müəllim? Baxın uşaqlar, necə olmalıdır? Mən məsələn, bu B-ni kəsən, məsələn, B deyirəm ki, buradadır uşaqlar. B buradadır. A da 0-dan böyük bir ədəddir. Onda onda məsələn, iti bucaq olması üçün uşaqlar həmişə baxın, üzü bax sağa doğru yatıq olmalıdır. Mənim funksiyam necə yatıq? Belə bax. Görürsünüz? Sağa doğru yatıqdır bu tərəfə. İti bucaq harada alınır acaba? X-in müsbət istiqaməti ilə dediyimiz zaman harada X-in müsbət istiqaməti? Bax, iti bucaq budur bax uşaqlar. Bax bu nöqtə X-i kəsən nöqtənin bu tərəfi mənfidir uşaqlar. Bəs üzü bu tərəfə getsən bəs nə olar? Baxın, üzü bura müsbət deyilmi? Buralar müsbətdir də. Hə, müsbət istiqaməti bu deməkdir. Bax, buradan bu şəkil. Və yaxud da uşaqlar, belə deyək də, bu X oxunun müsbətinə doğru yatıq olacaq. Məsələn, baxın, bir dənə çəkirəm. Bax,
k sıfırdan böyükdür. Bu məsələn belə. Gördünüz? Biliyorsunuz? Və yaxud da nə bilim belə. Belə çıxa bilərəm. Belə çıxa bilərəm. Və yaxud da belə. Görürsünüz, hamısında bu alfa-nəd uşaqlar iti bucaq olacaq. Biz buna deyək ki, k sıfırdan böyükdür uşaqlar. Yox, əgər k sıfırdan kiçik olarsa, a sıfırdan kiçik olarsa, onda x-in müsbət istiqaməti kör bucaq əmrinə gətirəcək. Bu kör bucaq əmrinə gətirmək üçün x oxunun mənfi istiqaməti doğru belə yatıq olacaq uşaqlar. Görürsünüz, bu tərəfə doğru. Kör bucaq hanı? Məsələn, budur. Məsələn, belə baxın. Bu kör bucaq. Məsələn, kör bucaq. Belə bir şeyler olmalıdır. Kör bucaq. İndi gəlin bir funksiya deyək. Deyək ki, bunların qrup qrafikinə baxalım. Baxın, y bərabərdir. Deyirəm ki, məsələn, 2'də 1 vurulsun x, çıxılsın 5 yazmışam. Burada baxın, a sıfırdan böyükdür, b sıfırdan kiçikdir. İndi baxın, mənfi 5'dən keçməlidir uşaqlar. Deyək ki, mənfi 5 buradır və iti bucaq əmrinə gəlməlidir. Təxminən deyək ki, buralardan keçməlidir. Bu iti bucaq əmrinə gəlməsi üçün. Gördünüz, iti bucaq əmrinə gəlir. Niyə iti bucaq əmrinə gəlməlidir? A böyükdür sıfırdan. Məsələn, y bərabərdir mənfi 3, x üstə gəlsin 5 yazmışam. İndi baxın, bura 5'dir. Burada mənfi kör bucaq olmalı. Baxın, belə keçməlidir. Gördünüz? Kör bucaq əmrinə gəldi mi? Bəli. Əla. Yəni bu şəkildə baxmamız lazım. Amma dediyim qaydada burada da yazılıb uşaqlar. Buradan artıq baxa bilərik. İndi gəlin keçən uşaqlar sualların izahlarına. Deyir ki, birinci suala baxırıq uşaqlar. Aşağıdakı düsturla verilmiş funksiyalardan hansılar şəklində xətti funksiyadır? Nə üçün? Hər bir xətti funksiyanın A və B-ni müəyyən edin. Uşaqlar, təbii ki, xətti funksiya, məsələn, bu xətti funksiyadır. Bu deyil aşağı, bu düzgün tanesi. Bu da kvadrat var, deyil. Bu da xətti funksiya deyil uşaqlar. Bu da xətti funksiyadır. Uşaqlar, bu xətti funksiyada y bərabərdir, x minus 3'dür. A burada 1'dir uşaqlar. B də mənfi 3'dür uşaqlar. Sonra məsələn burada y bərabərdir. Baxın, bunu mən 5'də 1 vurulsun x, çıxılsın 1 yazacağım uşaqlar. Yəni, burada A 5'də 1, B isə mənfi 3'dür uşaqlar. B isə mənfi 3'dür. Yəni, bu şəkildə baxmamız lazım. Gəldik ikinci suala. Deyir ki, düzbucaqlı koordinat sistemində apsisi 5 olan nöqtələri ardıcıl parçalarla birləşdirsəniz, hansı fikir alınır? Bu halda alınmış qrafik hansı düsturla vermək olar? Sistemdə apsisi 5 olan nöqtələri ardıcıl birləşdirsək. Apsisi 5 olan nöqtələri ardıcıl birləşdirsək. Məsələn, gəlin baxalım uşaqlar. Deyir ki, x'i 5 olsun da. 1, 2, 3, 4, məsələn 5. Apsisi 5 olan nöqtələri birləşdirsə. Burada uşaqlar, baxın, deyir ki, apsisi 5 olan. Apsisi 5 olan, apsisi həmişə 5 olsun da. Məsələn, nə demək olar aşağıda? Apsis həmişə 5 olsun. Baxın, 5'dən keçməlidir də. Nə yazsam 5 almaq. Məsələn, 2 də yazsam 5 olacaq. Məsələn, deyək ki, 1 yazdım, 5 oldu. Elə deyil mi? Mənfi 3 yazdıq, yenə də 5 oldu. 2 yazdıq, 5 oldu. Bu xəttimiz yola, baxın, bu şəkildə getməlidir. Yəni, nə yazıram həmişə 5 olur. Nə yazıram 5, nə yazırıq 5. Yəni, bu şəkildə olmalı. Onda bizim düsturumuz x bərabər 5 düsturu. Yəni, 5'dən keçən xətt olacaq. B variantında isə y bərabər atıb sənə düsturu veribdir. Y bərabər mənfi 2 sabit funksiyasının qrafikinə aid olan nöqtə hansı fiqur əmrinə gətirir? Burada da uşaqlar, baxın, y bərabər mənfi 2'dən keçən düz xətti də. Məsələn, belə. Burada mənfi 2'dən keçən
düz xətt olacaq. Belə. Keçdik 3-cü suala. 3-ün A variantına. Deyir ki, y bərabərdir. X üstə gəlsin 2 funksiyasının qrafikini qurun deyir aşağılar. Əsasən həmin qrafikin üzərində yerləşir baxın. Bu yerləşib yerləşməyənə necə baxırıq aşağılar? Təbii ki, baxın, birinci M nöqtəsi verilib də 0,2 nöqtəsidir. Yəni mən bura 0-dır, bura 2-dir. Bura 0 x-imizdir, 2 də y-imiz. Yəni 2 bərabərdir 0 üstə gəlinsin nəyə? 2-yə. Yəni nə oldu? Bu doğrudur uşaqlar. Əla, bu doğrudur. Keçdim N nöqtəsinə. N. N-də uşaqlar baxın, N nöqtəsində 1, 3 nöqtəsi. Y bərabər x üstə gəlinsin 2-yə. Burada baxın, 3 bərabərdir 1 üstə gəlinsin 2-yə. Bu da doğrudur. Əla. Sonra A nöqtəsinə baxsaq uşaqlar. A nöqtəsi -1. 1 nöqtəsi verilibdir. Gətirib yazsaq uşaqlar. Y bərabər x üstə gəlsin 2-yə. Nə olur? 1 bərabərdir -1 üstə gəlsin 2-yə. Buradan da 1 bərabərdir 1. Doğrudurmu? Bəli, doğrudur. Keçdik B nöqtəsinə. B nöqtəsində isə nə yazıbdır? -4,7 ilə -2,7. Nə olacaq? Bu yazılıq yerinə -2,7 bərabərdir x üstə gəlinsin -4,7 olacaq. Bunu bu tərəfə keçirdiyimiz zaman x bərabərdir uşaqlar. Mən səhv yazdım, üzr sayın. Nədir mən? Burada y bərabərdir uşaqlar. X üstə gəl 2 deyil. -2,7 də bərabərdir -4,7 üstə gəlinsin 2-yə. Bunu bu tərəfə keçirdiyimiz zaman uşaqlar baxın 4,7 çıxılsın 2,7 olacaq. Oradan içər 2 elədir. Əla, bu da doğrudur uşaqlar. Gəlir C variantına. C variantında isə y-in yerinə nə yazmalıyam? 2-də 1 yazmalıyam. X-in yerinə -2,2 üstə gəlinsin 2 yazmalıyam. İndi biz burada uşaqlar baxın. -2,2 1-dən baxın -2,2 1 nə deməkdir? 2-də -5-in üstünə 2 gəlsək nə olur? 2-də -1 olacaq. Amma bizə nə deyir? 2-də 1 alınıbdır. Deməli bu yanlışdır uşaqlar. Bu şəkildə deyir ki, qrafik qurmadan bu nöqtələrin funksiyasının grafikinə aid olmadığını necə müəyyən etmək olar deyir. Qrafik qurmadan təyin elədik uşaqlar. Bu şəkildə yerləşdirərək bir-bir yazaraq qeyd elədik. Bu şəkildə oldu. Sonra deyir ki, bizə kvadratın perimetri və sahəsi düsturlarının hər ikisi kvadratın tərəfinin uzunluğundan asılı funksiyadır. Bəli, aşağıdakı cədvəllərdə verilən məlumatlara görə bu funksiyaların hansının xətti funksiya olduğunu müəyyən edin və funksiyanın düsturunu yazın. Uşaqlar baxın, sahə düsturu, məsələn baxın uşaqlar, tərəf 1-dir, perimetri 4 olur. Kvadratdır da böyle deyilmi? 4 olanda 1 olub. Bunun düsturu, baxın, P bərabər 4 vur A-da da təbii ki. Burada B yoxdur. Həqiqətən, baxın 4. Burada baxın, A-nın yerinə 1 yazsam 4, 2 yazsam 8, 3 yazsam 12, 4 yazsam 16, 5 də yazsam 20 olacaq. Elə deyil mi uşaqlar? Əla. Sonra deyir ki, baxın, tərəfinin uzunluğu A, sahəsi də S olan. Düsturu necə? S bərabərdir A kvadratıdır. Bu da S-in A-dan asıllıq düsturudur. İndi gətirib yerinə yazsaq, A-nın yerinə 1 yazsam 1-in kvadratı 1, 2 yazsam 4, 3 yazsam 9, 4 yazsam 16, 5 yazsam da 25 olacaq. Olduğu bu şəkildə olmalıdır. İndi uşaqlar keçək 5-ci suala. 5-də nə deyir? Deyir ki, verilmiş xətti funksiyalar üçün qiymətlə cədvəl tərtib edin və bu funksiyaların qrafiklərinin hansı lüblədə yerləşdiyini söyləyin deyir uşaqlar. Qiymətlər cədvəli necə idi? Gəlin qurağın. Baxın, bir cədvəl qururuq uşaqlar. Bura 2x üstə gəlsin 1-dir. Burada da təbii ki, y bərabərdir. Gəlin bir iki tane qiymət verelim. Buraya x-in qiyməti, buraya qırın. Baxın. 0, 1, 2, -1 və bir də -2 verəcəm uşaqlar.
Siz artıra bilərsiniz. Nə qədər çox versiniz, o qədər yaxşıdır. 0 x-ə 0 versəm, 2 vur 0, 0 üstə 1 gəlsəm 1, 1 versəm, 2-ni 1-ə vursam, 2 üstə 1 gəlsəm 3, 2 versəm, 2-ni 2-yə 4, 4-ün üstə 1 gələndə 5, mənfi 1 verəndə, mənfi 2 üstə gəl 1, mənfi 1, mənfi 2 versəm, mənfi 3. Bu şəkildə olacaq. İndi hansı rüblərdə yerləşdiyini bilmək üçün, baxın aşağıya, y bərabərdir, mən sizə bir qayda öyrətmişdim. Baxın uşaqlar, burada B, bura 1'dir. B 1'dir uşaqlar. Burada iti bucaq əmrə gəlmə. İti bucaq necə əmrə gəlir? Bax, belə olanda. Təxminən buralardan keçəcək uşaqlar. Burada nə? Baxın, mənfi 2'də 1 olacaq. Niyə mənfi 2'də 1 olur uşaqlar? Baxın, y-ı 0'a bərabər eləyəndə 2x üstə gəlsin 1 bərabər 0 olur. 2x bərabərdir mənfi 1'ə. X də bərabər mənfi 2'də 1 olacaq. Bu şəkildə. Bizim qrafikimiz bu şəkildə. Hansı rüblərdən keçir? Birinci, ikinci və üçüncü rüblərdən keçəcək. Bu şəkildə olmalıdır. İndi uşaqlar, baxın, B variantına baxsam, y bərabərdir mənfi 3x-dir. Gəlin, bunu da cədvəl şəklində qeyd eləyək. Məsələn, 1, 2, 3, 4, 5, burada olsun 6. Burada nədir? X, y. 0, 1, 2, 3, mənfi 1, mənfi 2 olsun. Və 0 verəndə 0, 1 verəndə mənfi 3, 2 verəndə mənfi 6, 3 verəndə mənfi 9, mənfi 1 verəndə 3, mənfi 2 verəndə də 6 şəklində alacaq uşaqlar. Bizim qrafikimiz, baxın, koordinat başlanğıcından keçməli. Kör bucaq əmrinə gəlməsi üçün də belə olacaq uşaqlar. Niyə koordinat başlanğıcından? X-ə 0 verəndə, Y-də 0 alır da. 0, 0 nöqtəsi burada. Kör bucaqda belə alınır uşaqlar. Hansı rüblərdən keçir? İkinci və dördüncü rüblərdən keçəcək uşaqlar. Sonra gəldi, y bərabərdir 5'də 1 x minus 1 şəklində olacaq. İndi gəlin bunun cədvəlini qurağın. Buna cədvəlinə baxdığımız zaman uşaqlar, bura x, buraya məsələn 0, 1, 2, mənfi 1 və mənfi 2. 0 verəndə uşaqlar, baxın, mənfi 1 olacaq. 1 verəndə 5'də 1'dən 1 çıxsam, mənfi 5'də 4. 2 versəm, nə olur? 5'də 2'dən 1 çıxsam, mənfi 5'də 3. Mənfi 1 versəm, mənfi 5'də 6. Mənfi 2 versə, mənfi 5'də 7 şəklində alacaq. İndi bizim qrafikimiz uşaqlar, baxın, mənfi 1, y-ı mənfi 1-də kəsməlidir. Mənfi 1, x-ı da kəsməlidir uşaqlar. X-ı da 5'də kəsməlidir. Baxın, 5'də. Niyə? Çünki bu ifadənin y-ı 0'a bərabər eləyəndə bura 5 alınır. Belə bir şey olmalıdır uşaqlar. Baxın, görüm düz dedimmi? Belə. Baxın, belə bir şey olmalıdır uşaqlar. Biri buradan keçəcək, biri buradan və iti bucaq əmrə gəlməlidir, deyim? Çünki k 0-dan böyükdür. İti bucaq əmrə gəlməlidir. Belə. Sonra gəldik nəyə? D bərabərdir. Baxın, y bərabərdir. Mənfi 1,5 vurulsun x üstə gəlsin 7 yaza bilərəm mən bunu. Elə deyilmi uşaqlar? Baxın, 1, 2, 3, 4, 5. Bura x-dır, burada y-dır. 0, 1, 2, mənfi 1, mənfi 2. 0 verəndə 7. 1 verəndə mənfi 5,5. 2 verəndə 4. Müsbət 5,5. Mənfi 1 versə uşaqlar 8,5 olacaq. Elə deyilmi? Aha. Mənfi 2 versək də 10 olacaq uşaqlar. Bax, bu şəkildə olmalıdır. Bunun qrafiki bəs y 7-dən keçməlidir uşaqlar, 7-dən. Və kör bucaq olmalıdır uşaqlar. Baxın, təxminən buradan və kör. Niyə kör bucaq olur? Çünki A. Bir tane bucaq əmsalımız nədir? Mənfidir. Bu şəkildə olmalıdır uşaqlar. Bu funksiyaların x və y qoxlarının hansı nöqtələrdə kəsdiyini tapın deyir. Tapmalı da biz birlikdə x-a 0 verəndə y-ı tapırdıq uşaqlar. X bərabər 0 isə o-y oxunun kəsdiyini tapırıq. Y də bərabər 0 olduqda isə o-x oxunun kəsdiyini tapırıq. Kəsişmə. Aha. Sonra deyir ki, 6-cı sualda. Şəkil ona verilmiş qrafiklərə əsasən x və y dəyişənlərin qiymətləri cədvəlini tərtib edin və funksiyanın düsturunu verin. Hər bir hal üçün qrafiklə x oxunun müsbət istiqaməti ilə necə bu cəmlə gətirmişdir, deyir aşağıda. Məsələn, burada baxdığımız zaman A variantına baxsaq uşaqlar. X-ın 1, 2. Bax, y bərabərdir.
2 olanda, y bərabər 2 olanda x'imiz nə olub? 0 olub aşağıda. Burada 1, 2, y'imiz 0 olanda x'imiz -2 olub aşağıda. Bizim indi baxın y bərabərdir nə dedik? Ax üstəgəlsin b. Burada b nə idi uşaqlar? Y-i kəsən nöqtə. B 2'dir uşaqlar. Bax yazıram. B 2'dir. B-nin yerinə 2. İndi x biz bura əl-ələ yazmalıyıq ki, aşağılar. Biz bura əl-ələ yazmalıyıq ki, sənin bu hesaba y-a 0 verəndə, yəni bax belə deyək də a vurulsun x üstə gəl 2 bərabər 0 olmalı. Hə burada a vurulsun x və x-a neçə olubdu? Baxın. -2 olub. X-in yerinə -2 yazsaq. X-in yerinə -2 yazsam buradan a vurulsun -2 üstə gəlinsin 2 bərabər 0-a. -2a bərabərdir. -2a bərabər nə oldu? 1 oldu. Hə, mənim düsturum necə olacaq uşaqlar? 1 vur x üstə gəlsin 2. Bu şəkildə olmalıdır. Bu baxan kimi bəllidir uşaqlar B variantında. X bərabərdir. X bərabər uşaqlar. -2-dən keçən düz xəttdir. İndi gəldik buna. İndi baxın aşağılar. Burada B. B neçədir? 1'dir aşağılar. B 1'dir. Bunu bilirəm. Baxın y bərabərdir. Ax üstə gəl 1 olmalı. İndi baxın. Deyirəm ki x-a 1 verəndə bax bu 1 nöqtəsi. Y 0 olur. Gətirib yenə yazaq. 0 bərabərdir. A vurulsun 1 üstə gəlsin 1'ə. Buradan a da bərabər nə oldu? -1. İndi mənim qrafikim necə olacaq? -1 vur x üstə gəlsin 1. Qutarı getdi. Baxın C-nin də qrafiki düsturu bu şəkildə olacaq. İndi gəldik bura. Burada uşaqlar baxın. Belə deyək də x-in -1 qiymətində baxın 0'da 0 alıb. Bax bunun b-si 0'da aşağı. B yoxdur. B bərabər 0. Y bərabərdir. A vur x olacaq. İndi burada baxın x-a -1 verəndə y alıb neçə? 2 alıb. Bax 2 bərabərdir. A vurulsun -1'ə. Yəni a bərabərdir -2. Onda mənim düsturum necə olacaq? -2 vurulsun x şəklini alacaq uşaqlar. Bu şəkildə olmalıdır. İndi bura baxsa, burada da baxın. Yenə də bax belə deyək də x-in -2 qiyməti y-də -2. Normalda yenə də baxın uşaqlar b bərabər 0'dır. Yəni bizim ax-dır. Amma bu iti bucaq olduğuna görə müsbət olacaq. Bax bu. Hə indi -2 bax y-a -2 yazan da x-də -2 olubdu. Əla, onda bərabər nə oldu? 1. Onda mənim qrafikim nə oldu? X olacaq. Y bərabər x funksiyası olacaq uşaqlar. Yəni bu şəkildə baxmamız lazım. Sonra gəldik nəyə? Gəldi. Deyir ki, absis sıfıra bərabər olan nöqtələr hansı düz xətt əmrinə gətirir? Absis həmişə sıfırdırsa, təbii ki, bəs ordinat sıfır. Baxın, əgər absisi sıfırdırsa, absis oxu hansı oxu idi? X oxu. X-u sıfırdırsa, uşaqlar, baxın, sıfır. Həmişə, bax, 5 yazıram, sıfır. Bax, y-a 5 yazıram, sıfır. Bu, elə, y oxunu alır. Bax, uşaqlar, elə, bu oxu alır. Yox, əgər ordinatı sıfırdırsa, bax, absisi sıfır olarsa, o y oxu, yox, ordinatı sıfır olarsa o x oxu üzərində olur. Bütün nöqtələr aşağı. Bu şəkildə olmalıdır. Gəldik 8-ci suala. 8-ci sualda da deyir ki, funksiyasının xüsusi halıdır. Xüsusi halıdır. Çünki burada L sıfır olubdur uşaqlar. Baxın, y bərabərdir kx və bir də y bərabərdir kx üstə gəlsin L. Deyir ki, hansı nöqtə k-nın qiymətindən asılı olmayaraq həmişə y bərabər kx funksiyasının qrafik üzərində yerləşər. Baxın, uşaqlar deyir ki, hansı nöqtə k-nın qiymətindən asılı olmayaraq həmişə üzərində yerləşər. Həmişə yerləşməsi üçün, baxın, k-dan asılı deyilsə, məsələn, biz belə deyək də, istənilən bir nöqtə yerləşə bilər də. Məsələn, necə? Deyirəm ki, biz burada k-ya bir ədəd yazmalıyım. Məsələn, mən y bərabər yazmışam ki, 5 vur x, məsələn. Sənə deyirəm ki, x-a 1 verəndə, bax, x-ın belə deyək də, məsələn, 1, 5 nöqtəsi yerləşər mi? Məsələn, 2, 10 nöqtəsi. Getib, bax, x-ə yenə 1 yaz, 1-i 5-ə vuranda bu y qalınır 5, 2 yaz, 2-i 5-ə vuranda 10. Bu şəkildə olacaq. Sonra düz mütənasib asıllığın qrafikini qurarkən neçə nöqtənin koordinatlarını bilmək kifayət. Bir nöqtənin koordinatını bilmək kifayətdir. Bax, məsələn, deyirəm ki, sənə düz mütənasib funksiya y bərabərdir 2-də 1 vurulsun x. Mən artıq bunu bilirəm ki, bu iti bucaq əmri belə bir şey olur. Qrafik belə bir şey olmaz. Niyə? Bir dənə bu A bucaq əmsalını bilsəz bəs edir aşağılar. Qurmaq olur yəni rahatlıqla.
Gəldik 9-cu suala. Deyir ki bizə Camal xətti funksiyanın qrafikini araşdıraraq aşağıdakı təklifləri müəyyən edin. Onun fikirlərini münasibətinizi bildirin. Hansı təklifin doğru, hansı təklifin yanlış olduğunu əsaslandırın deyir. Deyir ki bu funksiya A variantında deyir ki y bərabərdir 5 vurulsun x üstə gəlsin 2. Funksiyasının qrafiki ordinat oxu kəsir. Yəni kəsirsə gəlin yerinə yazalım da inşallah. Baxın x 0 olanda y nə olub? 2 olub deməkdir. Bu gətirib yazaq 2 bərabərdir 5 vurulsun 0 üstə gəl 2. Doğrudur deyir inşallah? Bəli. Demək A variantı doğrudur. Sonra keçdik B variantına. Deyir ki y bərabərdir -3 vurulsun x çıxılsın 1. Funksiyasının qrafiki absis oxunun müsbət istiqamətlə kör bucağına gətirir. Necə bilirdik biz aşağı demişdik ki əgər A sıfırdan kiçikdirsə, bizdə də A da -3'dür deməli kör bucağına gəlməli. Bax -1'dən keçməlidir və kör bucaq. Bu belə bir funksiyadır. -1 və buradan bax kör bucaq əmrinə gələcək. Əla. Deyir ki gətirə ordinatı oxunu kəsmir. Ordinat oxunu kəsmir deyə bir şey ola bilməz uşaqlar. Mən ordinat oxunun kəsməsini necə tapa bilərəm? X-i 0 verməliyəm. X-a 0 verirəm. Y bərabərdir. -3 vurulsun 0 çıxılsın 1. Nə olacaq? Y də bərabər -1. Y harda kəsdi? -1'də kəsdi. Bunun bu hissəsi doğrudur aşağıya gətir. Amma burada ordinat oxunu kəsmir sözü yanlışdır. Sonra gəldik C variantına. Burada Y bərabərdir 2'də 3x minus 4 verilir. Funksiyanın üst-üstə düşürdü. Biz bunu necə eləməliyik? Biz bunu ayrı-ayrı kəsirlərdə yazsaq uşaqlar. Baxın. Yazsaq nə olur? 1/5 vurulsun x çıxılsın 2 olacaq. Baxın görə burada eyni şey verib. Bəli. Deməli üst-üstə düşəcək uşaqlar. D variantında deyir ki funksiyaların hər ikisinin qrafik OX oxunun OY oxunun eyni nöqtə kəsir. Biz bunu necə tapmalıyıq uşaqlar? Təbii ki OY oxunun kəsirini tapmaq üçün x-a 0 verməliyəm. D variantında y bərabərdir 6 vur 0 çıxılsın 10 bölünsün 5'ə. Buradan -10 bölünsün 5'ə. Bu da elədir -2. Keçirəm o birisinə. Bax y bərabərdir -6 üstə gəlsin 7 vur 0 bölünsün 3'ə. Nə oldu buradan? -6 bölünsün 3'ə. Neçə elədi? -2. Əla. Deməli düz deyir uşaqlar. Ordinat oxunu eyni nöqtədə kəsir. Gəldik 10-cu suala. 10-cu sualda da uşaqlar deyir ki y bərabərdir -0,5 üstə gəlsin 3 verilib. X-in yerinə 12 yazanda y tapdı. Gəl yazaq da y bərabər. Mən bunu yazıram -2'də 1. -2'də 1 vurulsun 12 üstə gəlsin 3. Bununla bu getdi 6. -6 üstə gəl 3 neçədir aşağılar? -3 şəklini alacaq. İndi ki y-a -1 verir. Baxın yazıram. -1 bərabərdir -2'də 1 vurulsun x üstə gəlsin 3. Bu 3'ü bu tərəfə keçirsən -2'də 1 vurur x bərabərdir -1 çıxılsın 3'ə. -2'də 1 vurulsun x bərabərdir -4'ə. Buradan x də bərabər -4 vurulsun -2. Neçədir aşağılar? Bu da elədir cavabımız neçə? 8 şəklini alacaq uşaqlar. Belə. Sonra gəldik 11-ci suala. Deyir ki 11-ci sualda da uşaqlar y bərabərdir k vurulsun x üstə gəlsin 2 funksiyasında m bərabərdir. M bərabər -2 4 olarsa k-nı tap deyir uşaqlar. Gəlin baxın y-in yerinə 4, x-in yerinə də nə yazmalıyam? -2. Buradan da üstə gəl 2. Bunu bu tərəfə keçirsəm 4 çıx 2 bərabərdir -2k-ya. -2k bərabərdir 2'yə. K da bərabər nə olur aşağılar? -1 olacaq. Elə deyil mi? Baxın görə k -1. Sonra deyir ki 5. Baxın n bərabərdir 5 2 nöqtəsi. Yəni 2 bərabərdir k vurulsun 5 üstə gəlsin 2'yə. Bundan bu gedəcək. K vur 5 bərabər 0 olacaq. K da bərabər nə olacaq uşaqlar? 0 şəklini alacaq. Bu da belə. Sonra bizə deyir ki 12-ci sualda uşaqlar bizə deyir ki y bərabərdir -3x üstə gəlsin b funksiyası üçün B sərbəst həddini tap deyir indi. Baxın aşağılar burada A nöqtəsini bizə verib -7 ilə -12. Yazırıq -12 bərabərdir. -3 vurulsun -7 üstə gəlsin B-yə. -12 bərabərdir 21 üstə gəlsin B-yə. Buradan B-yə də tapmaq üçün -12 çıxılsın 21'ə. Neçə oldu aşağı? B bərabər -33 şəklində alacaq uşaqlar. Əla. İndi bizə nə tap deyir? B bərabərdir 3 -7. Gətirib yerinə yazalım uşaqlar. -7 bərabərdir
Mənfi 3 vurulsun 3 üstə gəlsin B. Nə oldu? Mənfi 7 bərabər mənfi 9 üstə gəlsin B-yə. Buradan B də bərabərdir. Mənfi 7 üstə gəl 9-a. B də bərabərdir 2 şəklini alacaq uşaqlar. Əla. Bu da B ilə. Gəldik 13-cü suala. Deyir ki, şəkil 11-də təsvir edilmiş y bərabərdir k vur x üstə gəlsin L funksiyaları üçün K və L-in işarələrini müəyyən edin. Əla uşaqlar, əla. Baxın, L buradır, baxın, L buraydı. Y oxunu kəsən nöqtə L olacaq uşaqlar. Bax, bura L-dir. K da bucaq əmsalına baxırıq da, bucaq. Bu nədir? Kör. Hə, deməli A variantında, gəlin bu üstdən yazalım. Bax, L böyükdür sıfırdan, K kiçikdir sıfırdan uşaqlar. Keçirəm bura. Y oxunu kəsən nöqtə L, L-dir. Bu da, baxın uşaqlar, L mənfidir. K da kör bucaqdır. Deməli, hər ikisi sıfırdan kiçikdir. Sonra bura baxsaq uşaqlar. L müsbət istiqamətdə kəsdir. L sıfırdan böyükdür. Necə bucaq əmrə gəlir? İti bucaq. Deməli, K da sıfırdan nə olmalıdır uşaqlar? Böyük olmalıdır. Aha, mövzumuz bu qədər uşaqlar. Ümid edirəm ki, video sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmayı unutmayın uşaqlar. Sağ olun.